Valideyn qadağasını aşmaq üçün seçilən qorxulu bir yol və məhkəmə zalında bitən uşaqlıq sevgisi. Bərdə rayonunda iki gənc ailələrinin təzyiqindən qaçmaq və ayrılmamaq üçün heç bir hüquqi çəkisi olmayan, gələcəklərini isə alt-üst edəcək qaranlıq bir plana əl atırlar. Onlar elə düşünürdülər ki, atılan bu gizli addım valideynlərini nikaha məcbur edəcək. Lakin bu addım toy kərvanına yox, birbaşa müstəntiq masasına və qandallara aparan yolun başlanğıcı oldu. Hadisənin kökü 2023-cü ildə Bərdədə yaşayan 18 yaşlı Şahbazla hələ uşaq yaşlarında olan 13 yaşlı Vəfanın tanışlığına dayanırdı. Valideynləri illər öncə boşanmış və atasının yanında böyüyən Şahbaz gənc qızla sosial şəbəkələr vasitəsilə tanış olur. Lakin qızın anası təxminə bu münasibətdən xəbər tutan kimi dərhal müdaxilə edir. Qızından uzaq durmasını tələb edərək Şahbazın evinə gedir. Şahbazın atası da oğlunu sərt şəkildə danlayıb bu təhlükəli sevgiyə son qoyulmasını tapşırır. Vəziyyətin böyüdüyünü görən gənc oğlan Bərdəni tərk edərək Bakıya gəlir və birtərəfli olaraq əlaqəni kəsir. Amma bu ayrılıq uzun sürmür. 2025-ci ilin iyun ayında son zəng bəhanəsi ilə yenidən kəndə qayıdan Şahbaz Vəfa ilə yenidən əlaqə yaradır. Keçmiş hisslər alovlanır. Lakin ailələrin təzyiqi hələ də üzərlərində idi. Valideynlərinin onları bir-birindən birdəfəlik ayıracağından qorxan iki gənc dəhşətli bir çıxış yolu düşünürlər. Qanunun sərt üzündən tamamilə xəbərsiz olan gənc qız gələcəkdə evliliklərinə heç kimin mane ola bilməməsi üçün Şahbaza yaxın münasibəti təklif edir. Bu təklif gənc qızın yaşını bilən Şahbaz tərəfindən qəbul edilir. Sentyabr ayında onlar kənddə yerləşən və uzun müddətdir boş qalan Şahbazın qohumuna məxsus fərdi evin pəncərəsindən içəri daxil olurlar və bu qaranlıq otaqda qanunun ən ağır maddələrindən birini pozacaq o addımı atırlar. Hadisənin üssü açıldıqdan dərhal sonra Vəfanın anası Şahbazı polisə verir. İstintaq və məhkəmə prosesində hər iki tərəf hadisənin tamamilə könüllü olduğunu, qızın heç bir məcburiyyət qarşısında qalmadığını və birinci təklifin zərər çəkmişdən gəldiyini israrla müdafiə edir. Hətta Vəfa ifadəsində Şahbazı sevdiyini və onun cəzalandırılmasını istəmədiyini desə də, qanun qarşısında qurbanın könüllülüyü yox, onun qanuni yaşı əsas götürülürdü. Bərdə rayon məhkəməsi təqsirləndirilən şəxsin peşmançılığını və zərər çəkmiş tərəfin şikayətçi olmamasını nəzərə alaraq Şahbaza qarşı şərti cəza mexanizmini tətbiq etdi. Şahbaz 3 il müddətinə şərti azadlıqdan məhrum edildi və ona 1 il 6 ay sınaq müddəti təyin olundu. Salamat qalın.